Qətərlə oyun haqqında. Primero saludar a todos. Nada, un partido para nosotros muy importante porque muy poco tiempo ya está el partido contra Alemania. Está bien ganar, está bien para confianza y para todo. Estamos viendo unos jugadores, jugadores de la casa. Estaba en un final, puedo estar contento. La actitud de jugadores, cómo trabajaron, y en final Qatar, que es una buena nación, una buena selección, donde tenían unos buenos resultados, ganamos, y eso es muy importante para la confianza de equipo y normalmente de jugadores para esto que viene, ya sabéis, 26 ya jugamos el partido contra Alemania para la cualificación para el Mundial, y bueno, contento. İlk öncə hamınızı salamlayıram. Demək istəyərdim ki, bu oyun bizim üçün çox vacib idi. Nəyə görə? Çünki özünüz də bilirsiniz ki, Almaniya ilə oyuna çox az bir vaxt qalır və Almaniya ilə oyun qabağı bu oyunda qələbə aldığımız üçün bu çox vacib idi komanda üçün, oyuncular üçün, özünə inam üçün. Və bir də bilirsiniz ki, biz bu oyunda ancaq yerli futbolçularla oynamışıq, yəni Azərbaycan çempionatında oynayan futbolçularla. Bizim legionerlərimiz bu oyunda yox idilər və həmçinin də mən bu oyunda yeni oyuncuları yoxladım, yeni futbolçular var idi bu oyunda və ona görə də qələbə qazandığımız üçün sevinirik və Almaniya oyun öncəsi bu çox vacib idi, özünə inam üçün. Çünki milli komandanın baş məşqçisi mənəm, qərarı da mən qəbul edirəm, kimi də lazım bilirəm, onu çağırıram milli komandaya. Bu mənim şəxsi qərarım. A ti es para preguntar, tú seguro tienes otros jugadores, seguramente. Yo llamo a estos que yo veo y ya está. Əlbəttə ki, hamı deyə bilər ki, nəyə görə bəzi oyuncular çağırılmayıb, amma bu şəxsən mənim öz fikrimdir. Yəni, mən bu futbolçuları, çağırılan futbolçuları lazım bilmişəm və ona görə də onlara dəvət göndərmişəm. Yox, sadəcə gələn... Polemik olmaz. Yox, Yox, Paris bir dəqiqədə mətbuat konferansı, briefing qaydası, sual verdin, cavab verdin. Başqası sual versin, sonra sən sual verirsən. Polemik eləməyin. Sən istəyirdin sonra. Sadəcə mənim maraqlı indi Almaniyada oyunda xüsusən də qapı problemi olacaq. Kamran Ağayev də uzun müddətli oynamır. Amma bilirəm ki, Kamranda böyük etibarı var. Yəni, bundan sonra, yəni son oyuna hər hansı bir dəyişiklik olacaq, bu çağırmamışsınız, ehtiyatlı oturub, biz qapımızı Almanlarla oyunda kimi etibar edirik, kimi şansı çox. Sí, tiene razón, pero eso no es mi culpa que no tenemos porteros. Nosotros tenemos problemas con los porteros, seguramente. Zalahat ha jugado un partido muy bien en Qatar. Se lesionó, ahora no estaba jugando, no lo sé qué va a hacer todavía. Tengo 5 o 6 días. Vamos a ver cómo está Cámara, porque tiene problemas, no está parando en Boavista, pero eso no es mi culpa que no está parando en Boavista. Yo no puedo hacer ahí nada. Pero te voy a decir que Cámara es un portero que seguramente es el mejor portero en Azerbaiyán. Esto lo veo yo, puede ser que vosotros no lo veis así, yo lo veo así. Seguro problemas porque no para, que no está en Boavista en primero, pero vamos
vamos a ver, tengo 6 días para ver. Siz düz deyirsiniz, mən sizinlə tamamilə razıyam. Bugün bizdə qapıçı problemi var. Çünki Kamran Ağayev Boavista'da artıq ilk 11'lik qapıçısı deyil, orada durmaq ehtiyatdadır. Səlahiyyət Ağayev Qətərlə oyunda çox yaxşı oyun göstərdi. Yaxşı durdu qapıda. Mən ondan çox razı qaldım həmin oyun. Amma təəssüflər olsun ki, oyunun sonunda o da zədələndi. Və indi hələ daha 10 gün var oyuna. Ona görə də hələ dəqiq bilmirəm necə edəcək. Çünki yenə deyirəm, Səlahiyyət zədəlidir. Yəni tam 100% hazır deyil. Kamran da öz klubunda artıq təəssüflər olsun. Amma yenə demək istəyirəm ki, Kamran bunun hamısına baxmayaraq Kamran bizim bir nömrəli qapıcımızdır və indi də bizim böyük bir problemimiz var. Rəşad futbol oxuyuz. Qətərlə oyun ərəfəsində bir Almeyda ajatajı yarandı. Hətta bir günlük düşərgə də dəvət olundu. Sonra aparıb bu Almeydanın bir günlük düşərgə dəvət olunması nəyə hesablanmışdı? Əgər Abhavadsa 10 nəfər Qarabağdan dəvət var, orada 20'da var. Onlar da bir-birini bu barədə Almeyda barəsində bir məlumat verərdi. Yo sé único que Almeida va a tener el pasaporte de Azerbaiyán porque está aquí 5 años. Él no podía viajar porque no tiene todavía. Estaba con nosotros 2 días para ver los jugadores, para estar un poco con ellos, ver ambiente de selección, pero no podía ir porque UEFA me ha dicho de AFA que no puede viajar con nosotros. Podía viajar, no podía jugar y por eso no viajaba. Biz bilirdik ki Almeyda Almanya ilə oyunda oynamayacaq, yəni növbəti oyunumuzda, rəsmi növbəti oyunumuzda oynamayacaq və ona görə də yəni ki biz belə riskə getmək istəmədik. Daha dəqiq deyim, hansı oyuncular ki oynayacaq, dəqiq bilirdim ki həmin oyuncular Almanya ilə oyuna çıxa bilər, onları yoxlamaq istədik. Almeydanı isə biz bilirik ki, yəni ki gələcəkdə bizim milli komandamızda olacaq, yəni onun pasportu hazırlanır. UEFA ilə bütün yazışmalar, sənədlər demək olar ki, az qalıb qaydasındadır. Və ona görə də yəni ki, belə qərara gəldik ki, Almeyda milliyə qoşulsun, komandanın belə deyə atmosferasına qoşulsun. Amma orada Almanya ilə oyunda oynaya bilməyəcək deyənə, yəni ki, Qatarla da oyunda başqa oyunculara şans verdik. Sual, buyurun. Almanya-Azərbaycan futbolu arasında böyük fərq var. Millimizi dünya çempionlarına qarşı kökləmək ciddi problem yaratmayacaq ki. Yəni, cənab Fransisin heç nə fikirləşir. Yo pienso que es más fácil partido para Azerbaiyán. ¿Por qué? Claro, porque Alemania es el mejor equipo del mundo. Y que disfruten con el partido, jugar con los jugadores que son los mejores o uno de los mejores del mundo, que juegan en los mejores equipos del mundo. ¿Qué equipo disfruta? ¿Ves? Vamos a hacer todo, hacer un gran partido, hacer mejor posible que podemos. Pero Alemania no es solo favorito en nuestro grupo contra Azerbaiyán o contra Chequia o de Noruega. Alemania es favorito de ganar el Mundial. Esto pienso que es un partido fácil para nosotros. No tenemos presión porque Alemania, yo pienso que todos sabéis quién es Alemania. Vamos a hacer un buen juego y prepararnos mejor posible. Mən bir söz deyim. Bizim üçün Almanya ilə oyun qrupda ən asan oyun olacaq. Nəyə görə? Çünki Almanya komandası dünyanın ən güclü komandasıdır, bunu hamı da bilir. En güclülərdən biridir. O nəinki bizim qrupumuzun favoritidir, ümumiyyətlə dünya çempionudur və dünyada ən güclü komandalardan biridir.
Həmin komandada dünyanın ən yaxşı oyuncuları oynayırlar, dünyanın ən yaxşı klublarında oynayırlar və buna görə də milli komanda üzərində pressing yoxdur. Bizdən yəni qeyri-adi bir şey istəyən yoxdur və ona görə də mən hesab edirəm ki, Almaniya ilə oyun bizim üçün asan da olacaq, daha da asan da olacaq. Növbəti oyunlarımız isə bundan daha da vacib olacaq və daha çox pressing olacaq növbəti oyunlarda. Sual. Bugünlerde Kiker'in əməkdaşı baş məşqçi ilə görüşür. O görüşdən sonra mətbuat açıqlamasında deyib ki, Almanya minimum 5 top fərqi ilə udacaq Azərbaycan. Onlar deyiblər. Jurnalın əməkdaşı. Bir kəlmədə işlədib ki, əgər Prasineşki kimi futbolist olsaydı, bəlkə top fərqi az olardı. Oradan mı Azərbaycan Almaniyadan o qədər xırda görsənir? Yəni 5 top yəni bu qədər asan Azərbaycan olmaz. Bilirsiniz kim deyib onu, o sözü, yəni adını bilirsiniz həmin jurnalistin? Prasineşki ilə görüşür, o görüşən jurnalist. Pero ¿quién ha dicho que va a ganar 5-0? Ellos, periodistas. Periodista ha dicho, no yo. No, ellos mínimo 5 puntos. No me he preguntado esto de verdad, puede ser que ha escrito por su mismo. Hablamos de fútbol Azerbaiyán, hablamos de mi carrera. También Filipe me dijo que también los periodistas escriben que Almanya ganó 5-0 porque Nosotros, no me interesa que escribió él, me da igual. Y así no leo mucho periódico. Hablé con él, yo quiero solo, mi reunión con él ha dicho que no va a estar fácil para Alemania. Alemania es exactamente el mejor equipo, pero que vamos a dar todo para hacer algo. Ahora, ¿qué ha escrito él? No lo sé. Yo solo he dicho que Alemania va a venir aquí y no va a tener fácil en domingo día 26. Nosotros vamos a preparar bien, vamos a dar todo lo que podemos. Claro, si es un tanto mejor, ya veremos qué va a pasar. Pero son un gran nacional, gran selección. Bəli, mən onunla görüşmüşdüm, görüşümüz olmuşdu, amma düzünü deyim, biz ümumiyyətlə bizim belə söhbətimiz olmamışdı. Nə o da mənə də deməmişdi ki, Almaniya böyük hesabla qalib gələcək. Yəni öz aramızda belə bir söhbət olmamışdı. Mən onun özünə də dedim ki, sizin milli komandanız üçün həmin oyun çətin olacaq. Əlbəttə sizin milli komandanız dünyada ən güclü milli komandadır, dünya çempionudur. Amma mənim komandam əlindən gələni əsirgəməyəcək və sizin üçün çox çətin oyun olacaq ayın 26-sı. Deməli, Qətər Azərbaycanla oyuna və hərbi sirk kimi yanaşır. Oyunun görüntülərini gizləyir, sonra şəkilləri gizləyir, açıqlamalar yapır. Müasir futbolda bu nə dərəcədə əhəmiyyətlidir, bu qədər məhvdir? Dile que esto no está preguntando, ¿qué es? Pregunta Qatar, ¿qué es? Bəli, mən sizinlə razıyam, amma bu sualı mən də başa düşmürəm və məncə bu sualı Qatar milli komandasına yönəlmək lazımdır. Nəyə görə bunlar belədir? Mən baş məşqçiyəm, yəni mən bu barədə heç nə deyə bilmərəm. Mənim üçün də bu qaranlıqdır. Nəyə görə belə edir? Başqa sual.